Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə yer kürəsi gününə özəl olaraq maket hazırlayacağım. Bu maketin hazırlanması üçün hissə-hissə hər mərhələni videomuzda açıq detallı şəkildə göstərəcəm. Təbii ki, siz istəsəz daha kiçik detallar əlavə eləyə bilərsiniz. İlk olaraq yer kürəsini hazırlamağa başlayıram. Mən iki formada hazırlayacağım. Daha doğrusu hazırlamışam. İndi ikinci formanı göstərəcəm. Amma öncəki videolarımızda böyük şar hazırlayıb üzərini qapatmışdım. Amma indi şarsız alt bazanı kardonla hazırlayacağım. Şar üçün böyük kürə hazırlamaq üçün şarın ölçüsünü zövqə uyğun götürürsünüz, hansı formada istəsəz və üzərini kağızlarla bükürük, PVA kleydən istifadə edirik. Bu dəfə isə maketin korpusunu kardondan hazırlayacağım və üzərini demək olar ki, ona bənzər bir şəkildə qapadacağım. Yenə bizə kağız və PVA lazım olacaq. Amma şarsız. Bunun üstünlüyü odur ki, şar üçün hardasa 4-5 gün, 6 gün lazım olur ki, hər mərhələdə mən gözləyirəm qurusun. Amma bu formada hazırlayanda əsas maket hazır olduğuna görə bizə qalır yalnız üst hissədən 3 qat, 4 qat kağız çəkmək və bu ondan 2-3 gün daha tez başa gəlir. Bu formada qlobusu, yarım dairəni hazırlayırıq və ara hissələri doldururuq. Yəni simmetrik olması üçün mən əvvəlcə ortadan yapışdırdım, daha sonra aralıqlara bu formada yarım ay para ilə bərk etdim və daha sonra isə sadə kağızlarla ara hissələri yapışdırırıq. Bu formada yarım dairədən, daha doğrusu yarım kürədən 2 ədəd hazırlayıb üst-üstə yapışdıracağım. Tam böyük kürə əldə edəcəm. Daha sonra isə bu iki aranı da kağızlarla yapışdırıb qapadıram. İndi isə üst hissəyə bir neçə qat kağız daha çəkəcəm və bizə PVA kley lazımdır. Markanın fərqi yoxdur. Sadəcə alanda PVA kley deyin. Əsasən inşaat materialı satılan mağazalarda belə böyük ölçü olur. Məktəbli mağazalarında isə kiçik ağ sulu kley desəz əldə eləyə biləcəksiniz. Kağız yapışqanıdır. Biz şarla işləyəndə yadınızdadırsa ilk mərhələni sadə suya batırırdıq kağızları ki, şara yapışmasın. Bu dəfə isə birbaşa PVA kley ilə qatdığımız suya kağızları batırıb bu formada 2-3 mərhələ işləyəcəm. Daha sonra isə üzərini salfetlə son mərhələ kimi. Salfet ona görədir ki, həm kağızın izlərini itirir, yəni hamar forma əldə eləmək olur. Eyni zamanda son mərhələ ağ olur. Baxın, bu formada 2 qat getdim. 3-cü qatdan sonra salfetə başlayacağım. Salfet islananda bilinməsə də quruduqdan sonra ağ görünür. Üzərini mavi boya ilə boyuram. Qitələri isə yaşıl rənglə boyuram və kənar hissələri sona qədər boyamıram. Biraz ağlar saxlayıram. Daha gözəl və qabarıq görünür. Biraz da tünd yaşılla çalar fərqi yaradıram ki, qitələr daha gözəl görünsün. İstəsəz həmçinin mavi rənglərdə də ton fərqi yarada bilərsiniz. Çəməni yapışdırandan sonra orta hissəni kəsib çıxardıram ki, kürəni birbaşa taxtaya yapışdırım, daha möhkəm olsun, əsməsin.
İndi isə gəlirik ətrafında əl-ələ tutan uşaqları hazırlamağa. Rəngarəng hissə parçalarım var. Birindən oğlan hazırlayacağım. Saçlarını kəsdim, götürdüm. Birindən qız. Onu da deyim ki, bu mənə müştərinin seçdiyi modeldir. Yəni ona maksimum bənzətməyə çalışdım. Mənə müraciət olunduqda hər zaman deyirlər ki, bu forma eyni ilə alınacaq və mən də hər zaman qeyd edirəm, eyni ilə alınmağa mümkün deyil. Maksimum bənzətməyə çalışıram. Çünki göndərilən ideyaların çoxu süni intellektlə hazırlanır. Yəni müştəri mənə göndərəndə deyir ki, məsələn, birəbir bundan olsun, tutaq ki, 1-2 detayı çıxartmaq şərti ilə və mən də hər zaman deyirəm ki, eyni əl işini baxıb birəbir hazırlamaq mümkün deyil. Çünki bu əl işidir. Nəinki şəklə baxıb hazırlamaq, heç özüm öz əl işimin təkrarını hazırlayanda bənzədə bilmirəm. Yəni hər dəfə müxtəlif ideya çıxır. İndi isə kuklanı izah eləmək istəyirəm. Oyuncağın boyu qısadır. Biraz uzatmaq üçün bədəndən ayırıb ayrı-ayrı yapışdırıram və nisbətən başa uyğun bədən əldə eləyirəm. Çünki kuklalarda gördüyünüz kimi bəzən baş böyük, əllər kiçik ola bilir, maraqlı görünsün. Və həmçinin qolları da çıxardacağam. Çünki digər uşaqlarla əl-ələ tutmalıdır şəkildəkinə görə. Bu isə yanlara doğru əyilmir. Məcburam bu formada yapışdıra bilmək üçün çıxardım. Papağı da bu formada boyasaz əldə edə biləcəksiniz istədiyiniz formanı. Saçları üçün adi qara sapı bir neçə də qat kəsdim. Bu formada yapışdırıram. Ümumilikdə 3 uşaq fiquru hazırladım. İndi isə ksekopiyadan çıxardığım şəkilləri göstərəcəm. Zibil qutularının ön hissəsinə bu formada hazır şəkil çıxartdırdım və animasyon gözlər lazım oldu. Ön hissəni bu formada tək-tək kəsəcəm, amma qutunu ümumilikdə kağız rəngi hazırlayacağım. Və üzərini vinilləyirəm ki, şəkillərim zamanla solmasın, hər zaman canlılığını saxlasın. Daha sonra bu formada kardon hissələr kəsirik. Hər qutu üçün 4 ədəd lazım olacaq. Tam düzbucaqlı forması da kəsə bilərsiniz. Amma reallığa bənzəməsi üçün biraz trapesiya formalı kəsdim. Çox az kənar hissələrdə trapez formanı verdim. Daha sonra isə qapaq hissə üçün ölçünü alıram. Qapaq hissəni kəsmək üçün tam ölçü deyil, hər tərəfdən 3-4 mm boşluq, daha doğrusu məsafə qalacaq şəkildə qapağa tam bənzəməsi üçün
İstəsəniz bu qutuları boyaya da bilərsiniz. Mən isə üzərinə bu dəfə birbaşa kağız yapışdıracağam. Daha sonra isə eyni kağızın özündən kiçik künclüklər hazırlayacağım ki, iki kağızın birləşdiyi hissəni qapatsın və daha səliqəli görünsün. Ön hissəyə kağız yapışdırmırıq, yalnız künclüklər yapışdırıram. İki qarşı tərəfi kəsmədən yapışdırdım. Digər tərəfləri isə künc formada kəsirəm ki, belə deyim, iki küncün birləşməsi biraz maylı olur, tam dik olmur. İstəsəz sadə formada da yapışdıra bilərsiniz. Bu forma daha səliqəli görsənir, tam çərçivə görüntüsü verir. Sadə formanı da göstərirəm. İstəsəz elə birbaşa üzərinə yapışdıra bilərsiniz. İndi isə rəsmdə gördüyüm kiçik kimya reaksiyaları üçün nəzərdə tutulan şüşə var, onu hazırlayacağam. Daha sonra isə boyayıb üzərinə kiçik qabarcıqları xatırladan dairələr, ağ rəngdə dairələr çəkirəm və adi ağac budağının üzərinə süni yarpaqlar yapışdırdım ki, miniatür ağacları hazırlaya bilim və daha sonra maketimizdə bir neçə heyvan heykəli də əlavə eləyəcəm. Oyuncaq yerlərindən əldə eləyə bilərsiniz. Və böcəklərim var. Uğur böcəklərim 2 ölçüdədir. Bir neçə ölçü istifadə eləyə bilərsiniz. İndi isə buludları daha qabarıq formada, yəni kürəyə yapışmamış, biraz aralı formada göstərmək üçün simdən, sintefondan istifadə eləyəcəm. Daha sonra şəkildə bir görüntü var. Su damlaları havaya doğru qalxır. O görüntü üçün mən əmək maçalkası, daha doğrusu keçədən kəsdim. Əmək maçalkası da olar, adi ağ kağız da olar.
Və mənim maketim tam hazırdır. Son olaraq üz cizgiləri üçün şəkilləri yapışdırıb digər dekorlarımı əlavə elədim. Bu formada maketimiz tam hazırdır. Bizi izlədiyiniz üçün təşəkkürlər. Hələlik növbəti videolarda görüşənədək.